Bütün Azərbaycan xalqını, o cümlədən biz bu günləri Kürdəmirdəyik. Gözəl bir tədbirdir. Hamımız Kürdəmir cəmaatı ilə birgə gözəl Novruz bayramımızı, əziz həm Ramazan, həm Novruz bayramımızı keçirdirik. Bizim başçımız da, yeni başçımız da təbrik eləyirəm. Elşən Həsənli çox belə fəal bizim gənclərimizdəndir. Mən sevinirəm belə gənclərimizi görəndə, belə öndə gedən gənclərimizi. Bəli, bizim gənclərimiz bizim gələcəyimizdir. Mən inanıram ki, o çox burada onun gözəl nailiyyətləri olacaq. İndi görəcəksiniz ki, Kürdəmir cəmaatı o necə öz işgüzarlığını, yəni xalq üçün çalışdığını göstərəcək. Mən bütün Kürdəmir cəmaatını bir daha Novruz bayramı münasibəti ilə və bütün dünyada yaşayan Azərbaycanlılara Kürdəmirdən buradan salam göndəririk. Təbrik eləyirəm. Həmişə sülh olsun, əmin-amanlıq olsun, xoşbəxt yaşayaq, bir aman yaşayaq.